Gününüz xeyirli olsun dəyərli izləyicilər. Bir vacib xəbəri diqqətinizə çatdırıram. Burada üstəgəl işarəsi var. Zəhmət olmasa bir dəfə vurub kanalımıza abunə olun. Demək dəyərli izləyicilər, dünən Ağsu rayonunda selin ekskavator aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev həlak olub. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Belə ki, şirkətin 2 əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qaldığından Həyatullayev ekskavator vasitəsilə onları xilas etməyə çalışıb. O ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onlara yardım etmək istəyib. Bu zaman çalova su dolduğundan müvazinət pozulub və ekskavator çaya aşıb. Ekskavatorda olan Pərviz Həyatullayev ilə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək olmayıb. Digər 3 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar. Bildirək ki, Pərvizin 42 yaşı var, 4 uşaq atası idi. Demək dəyərli izləyicilər, məlumata görə ölən və yaralananlar Evraskon şirkətinin işçiləri olublar. Statinfo olaraq biz də bunu dəqiqləşdirmək üçün həmin şirkətlə əlaqə saxlamışıq. Hadisənin üzərindən bir sutka keçsə də şirkətin heç bir açıqlama yaymaması təbii ki, diqqət çəkəndir. Hadisənin iş prosesində baş verdiyini nəzərə alsaq, işçilər üçün təhlükəsizlik tədbirlərinin görülmədiyi çətin hava şəraitində işin nə üçün dayandırılmadığı suallar doğulur. Məsələ ilə bağlı şirkətdən Statinfoya qısa olaraq onu bildirdilər ki, Pərviz Həyatullayev həqiqətən bu şirkətin əməkdaşıdır və mərhumun ailəsinə lazımi dəstək göstəriləcək. Şirkət rəsmiləri ətraflı məlumat üçün rəsmi qaydada sorğu göndərməyimizi istədilər və bu səbəbdən ətraflı məlumat ala bilmədik.